Azərbaycan Prezidentinin rəsmi saytında Dövlət Təhlükəsizlik Xidmətinin, yəni DTX-nın vətəndaşlar haqqında xüsusi məlumatları hansı qaydada toplayacağı və yeni mərkəzləşdirilmiş sistem vasitəsilə onlara necə çıxış əldə edə biləcəyi ilə bağlı geniş texniki qaydalar dərc olunubdur. Daha sonra isə səssizcə silinibdir. Bakın ha, elə bir şey deyil ha. Bu yayılmışdı və sakitcə sildilər. Sənəddə sistemin texniki quruluşu, məlumat mənbələri və giriş protokolları ətraflı izah olunurdu. Əsasnamə saat 16:14-də yayımlanıb, 17:23-də silinib. Niyə yayımlandı, niyə silindi? Vətəndaşların şəxsi məlumatlarını belə izləyəcəyik, belə toplayacağıq, belə eləyəcəyik, xalqı qorxutmaq üçün. Niyə bu yayımlandı və niyə silindi? Yəni bundan sonra vətəndaşların hər şeyi izlənəcək. Ola bilər, kimlərsə inanmasın. Məlumatın, təsdiqin zamanla xalq görəcək. Deməli, bu sənəddə Dövlət Təhlükəsizlik Xidmətinə icazə verilir ki, vətəndaşların istənilən formada şəxsi məlumatlarına girə bilsin, hər şeyini izləyə bilsin. Yəni artıq buna İlham Əliyev qanunla icazə verdi. Sənədə əsasən Qarabağa getmək üçün icazə alan vətəndaşlar hamısı nəzarətə götürüləcək. Azərsel, Baksel, Narmobayl nömrələrindən istifadə edən bütün vətəndaşların danışıqlarının qeydə alınması üçün baza yaradılacaq. Bütün geyim mağazalarında paltar dəyişmə otaqlarına gizli kameralar qoyulacaq. Taksilərə kameralar qoyulacaq. Otellərə kameralar qoyulacaq. Hətta sıçdığınız tualetlərə də kamera qoyulacaq. Gizli kamera. Xarici dövlətə gedən bütün vətəndaşlar qayıtdıqdan sonra bir ay tam nəzarətdə olacaqlar. Bakıda üz tanıma tarama kameraları, gecə müşahidə kameraları və dərin izləmə kameraları artıq Bakıda quraşdırılıb. Üz tanıma kamerası, yəni istənilən şəxsi kameraya salıb, həmin şəxs şəhərdə gəzərkən bu kameralar vasitəsilə onun bütün hərəkətləri nəzarətə alınacaq. Gecə müşahidə kameraları, bu kameralar əsasən cərimələr üçün istifadə olunacaq. Yəni gecə vaxtı maşında kəmər taxmayan, maşında telefonla danışan, bu kamera müəyyən edib həmin şəxsə cərimə tətbiq ediləcək. Üçüncü isə əsas kamera sistemi dərin izləmə kamerası ilə bütün evlər izlənəcək. İstənilən şəxsin evini bu kameralar vasitəsilə izləyə, görüntüyə çəkə biləcəklər. Bu kameralar həm küçədə, həm də binaların həyətində, balkonlarda quraşdırılacaq. Həmçinin bu kameralar vasitəsilə avtomobillərdə hərəkət edən qadınla kişi bir-biri ilə yaxınlıq edərsə, onları da qeydə alacaq. Xaricə gedən vətəndaşların çantalarında hava limanlarından keçərkən çantalarına gizli çiplər yerləşdiriləcək. Ölkəyə qayıtdıqda isə vətəndaş çantasını təhvil alana kimi çip çantadan çıxarılacaq. İndi bu sıravi adamlara aid deyil, önəmli adamlardan gedir söhbət. Sənəddən çox izlənmə metodları göstərilib, əsas olan bir neçəsini qeyd edirəm. Bax belə, hakimiyyət bunu xalqdan qorxduğu üçün edir. Hakimiyyət bunu xalqdan qorxduğu üçün edir. Televizor indi ki, təzə aldığınız televizorun içinə kamera yerləşdirəcəklər. İstənilən adam yataq otağında qoyurlar telefon. Televizor. Yəni televizor sönmə olsa belə sənin yoldaşınla yatdığını çəkə bilərlər. Satılan listorlar, satılan digər texniki avadanlıqlar, məsələn, Wi-Fi qoyursunuz evə, nə bilim nə, evin səsini yaza bilər, nəyinsə bacara bilər. Yəni bunu İlham Əliyev bax belə götürənçiliyə baş vurdu. Birinci materialda yaydılar, sonra sildilər. Yəni sizin İlham Əliyev ancaq bikininin, tursigin içində olanları izləyir. Sizin İlham Əliyev cəmaatın yatağına girir. Sizin İlham Əliyev cəmaatın özəl həyatına burnunu soxur. Sizin İlham Əliyev oğraşdır. Sizin İlham Əliyev göt imsiləməyi, kimisə dallağının qırağında nə bilim gənə kimi yapışmağa xoşlayır. Elə o camışsa da otarıqsa inək sal. İnəyin o dallağının, camışın dallağının qırağında gənələr olur ha. Bax İlham Əliyev o gənədir, gənə. Və o doduşunun qırağında yumuşaq yerdə gənə olur ha. Bax İlham Əliyev o gənədir, İlham Əliyev. Adamı deyirlər oğraş, oğlu oğraş. Sıravi cəmaatda sənin nə işin var? Nazirlərindir, məmurlarındır, generallarındır. Sənə xəyanət eləyə bilərlər, onları izləyə bilərsən, aydın məsələ. Sən sıravi cəmaatda nə işin var? Hələ bunu cəmaatı qorxub, Qənimət bəy də bundan danışdı. Əfqan Muxtarlı Qənimət bəy də bundan danışdı. Bu nə məsələdir? Hər ikisi qərara gəldilər, yəni orada danışdılar ki, bunun ancaq bir amalı var, bir məqsədi var. Xalqı qorxu altında saxlamaq. İlham Əliyev xalqdan çox qorxur, yəni cəmaatı izləmə imkanı yoxdur, o qədər də imkanı yoxdur. İzləsə nə fox yiyəsidir, kimə lazım? Hava yox kasetlərə yazılan zapislərə yazıq. İlham Əliyev xalqdan qorxur və xalqı qorxutmaq üçün bu bəyanatları verir, bu adımları atır. İtə deyirlər, ay it, niyə hürüyürsən? Deyir, qorxuduram. Deyirlər, quyruğu niyə buluyorsan? Deyir, qorxuram. Bax, İlham Əliyev həmin o küçə it. Ermənistanda Azərbaycan məhsulları satılır. Baxın. Ya da yox, mən buna inanıram. Biz artıq buğda almışıq və ümid edirəm ki, bu cür davam edəcək. Bütün bu söhbətlər nə üçündür? Niyə Bakı Qarabağda etdiyi kimi yolu bağlamalıdır? Azərbaycanın bizə çörəklə kömək etməsi pisdirmi? Artıq Ermənistanda bir çox Azərbaycan məhsulları, hətta siqaretlər də satılır. Niyə buna qarşı olduğunuzu başa düşə bilmirəm. Mən buna müsbət yanaşıram. Bundan yaxşı heç nə ola bilməz. Kanalımıza abunə olaraq bizə dəstək olun və hər gün ən yeni xəbərlərdən xəbərdar olun. İndi əlbəttə ki, bir ağzı qara bir erməni çıxardıblar, tapıblar. Azərbaycan məhsulları Ermənistanda satılır. Dərd orasıdır ki, bunların çoxsu pay gedir, pay, pulsuz verilir Erməniyə. Ermənistana buğda, sigaret, qəlyan, tütünləri
dondurulmuş nərə balığı, qara və qırmızı kürü, çay, limon göndərilir. Bu məhsullar göndərilir, kütləvi sürətdə açıqlanmır. Özü də ki, çox ucuz qiymətə, sudan ucuz qiymətə. Baxın, dəyərli vətəndaşlar, xalqa açıqlanmır. İlham Əliyev Azərbaycan xalqının sərvətini sudan ucuz qiymətə ermənilərə verir, erməniləri yaşadır. Çünki İlham Əliyev erməni qanı daşıyır. Özü və ətrafı. Yalandan deyir, Rusiyadan gəlir, Qazaxstandan bizim üzərimizdən keçir. Xeyr, Azərbaycan ehtiyatını da verdilər ora. Ermənilərə buğda, sigaret, qəlyan tütünləri, dondurulmuş nərə balığı, qara və qırmızı kürü, çay, limon və digər məhsullar Ermənistana demək olar ki, pulsuz ya da sudan ucuz göndərilir. Vəssalam, bir mənalı olaraq mən bunu çox böyük yerlərdən almışam bu məlumat. Və ermənilər də görürsünüz, dilimlə təsdiqləyir ki, Azərbaycan məhsulları, sigareti, taxılı, gəlib satılır, gəlib bu Ermənistana ucuz qiymətə satılır.